İkinci Dünya müharibəsinin ən qanlı döyüşlərindən birində Almanlar 394 Sovet əskərini əsir götürür. Aralarında 10 Azərbaycanlının da olduğu əsirlər o zamanlar nasistlərin nəzarətində olan Fort de Mützig hərbi qalasına gətirilir. İkinci Dünya müharibəsi ərəfəsində Fort de Mützig Avropanın ən güclü qorunan və ən böyük qalası idi. Beləliklə, hazırda Fransanın nəzarətində olan, 110 ildən artıq tarixi olan və hələ də Avropanın ən böyük hərbi obyektlərindən olan Fort de Mützig qalasındayıq. İmperator II. Wilhelmin əmri ilə Almanların inşasına 1895-ci ildə başlayıb 1916-cı ildə bitirdiyi, yəni 21 ilə inşa etdiyi 250 hektar ərazini əhatə edən dövrünün ən unikal və mürəkkəb tikililərindən biri Mützig qalası. Qalanın əsas funksiyası Alman torpaqlarını fransızların qəfil hücumlarından qorumaq idi. İstehkamın yeraltı ərazisi 40 min kvadrat metrdən çoxdur. Eyni anda 7 min əskəri yerləşdirəcək imkanlara sahibdir. Qalanın ətrafında 22 ağır top yerləşdirilmişdi. Toplar Fransa torpaqlarına tuşlanmışdı. Onların vuruş məsafəsi 11 kilometrə çatırdı. Qalada uzun müddətli müdafiəni təmin etmək üçün hər bir detal nəzərə alınmışdı. 17 metr yerin altındayıq. Fort de Mützig bir çox xüsusiyyətlərinə görə dövrün ən qabaqcıl tikilisi idi. Onlardan biri də elektrik stansiyalarıdır. Dünyada ilk qaladır ki, özünün elektrik stansiyaları var idi. Qalada 4 elektrik stansiyası yerləşirdi bu formada. Yerin altında eyni anda 7 min əskərin yaşaya bilməsi üçün kazarma, səyyar xəstəxana qurulmuşdu. 16 tam avadanlıqlı mətbəx, 6 çörək sexi fəaliyyət göstərirdi. Hücuma məruz qaldığı təqdirdə qala 6 aya qədər kənardan kömək almadan müdafiə oluna bilərdi. Bunlar qazanlardır, böyük. Ancaq gecə istifadə eləyirmişlər, çünki gündüz istifadə eləyəndə üstü qalxırmış və bunu düşmən görə bilərmiş. Ona görə də yeməklər ancaq gecələr pişirilmişlər və gündüz artıq əskərlərə verilmişlər. Bu da qazanlar fikir ver. Hamısı da orijinaldır. Birinci Dünya müharibəsindən qalan əşyaları görürük burada. Bu qədər nəhəngliyinə, texniki imkanlarına baxmayaraq, Fort de Mützig 1-ci Dünya müharibəsinin döyüşlərində aktiv iştirak etməyib. Müharibədən sonra isə qala bütün Alzas bölgəsi ilə birlikdə Fransaya keçib. 2-ci Dünya müharibəsinin başlanğıcında fransızlar qalanı necə almışdılarsa elə, yəni döyüşsüz nasistlərə təslim ediblər. Tikili nasistlərin əsarətində olan zaman daha çox həbsxana kimi istifadə edilib. Burada yüzlərlə əsir saxlanılıb. Onların arasında 10 Azərbaycanlı da olub. Faşistlər təkidlə Azərbaycanlıları əməkdaşlığa cəlb etməyə çalışırmış. Bəs onlar faşistlərə nə cavab veriblər və ümumiyyətlə bu 10 Azərbaycanlının aqibəti necə olub? Bu barədə Azərbaycan televiziyasının hazırda montaj prosesində olan Uzaq Sahillərin Qəhrəmanları sənədli filmində ətraflı danışacağıq. Tezliklə. Elzar Ağayev, Azərbaycan televiziyasının Avropa bürosu, Mützig, Fransa.